Niyə bizdə o modernizm əjdahasından yoxdur? Doğrudan da o əcdahadan xaricdə varsa, bəs o əcdahadan niyə bizdə yoxdur? Modernizm klassizmlə və romantizmlə fərqli olaraq orta təbəqənin yaratdığı dəyərlər sistemidir. Ağlın gücünü bütün xəyal gücündən üstün tutan filosof və yaradıcıların yaratdıqları əsərlərdə hər şey insanı ifadə etməlidir. Klassiklər tək həqiqətli dünyada yaşardılar və bu onların əsərlərində də əks olunurdu. Modernizm həqiqət anlayışını parçaladı. Sənəti, ədəbiyyatı bir həqiqətlilikdən uzaqlaşdırdı. Postmodernizm sənətdə baş verən bu inqilabi dəyişikliyi, yəni çox həqiqətliliyi kütləviləşdirdi. Sənətə ilk dəfə muxtariyyət verən Kant oldu. Peter Burger deyir ki, Kant və Schillerdən bəri estetika nəzəriyyəsi sənətin muxtariyyət nəzəriyyəsidir. Kant iddia edirdi ki, sənətin məqsədi onun bilgisi və dili özünə aiddir. Sənətin həqiqəti öz daxilindən gəlir. Buna görə də sənət başqa bir həqiqəti, təbiəti, tanrını, müqəddəsləri, imperatorları və ya zadəganları təmsil edə bilməz. Özündən başqa heç nəyi təmsil edə, təqlid edə və ya təsvir edə bilməz. Estetik modernizm tarixini araşdıranların nəzərində modernizmin banisi həmişə fransız şairi Baudelaire'dir. Arnold Hauser'in fikrincə modernizm Baudelaire'dən başlayır və onunla birlikdə mövcud nizama və ənənəyə qarşı üsyan kimi baş qaldırır. Hauser deyir, modernizm Baudelaire'dən başlayır. O, impressionistlər və simvolistlər tərəfindən inkişaf etdirilir. 1920-ci illərdə sürrealizm və dadaizmlə öz zirvəsinə çatır. Peter Guy Baudelaire'i modernizmin ilk qəhrəmanı adlandırır. Marshall Berman da müasirliyin təcrübəsi kitabında yazır ki, əgər ilk modernistə işarə etsəydi, bu şübhəsiz ki, Baudelaire olardı. O, modernizmin peyğəmbəri idi. Şərq həm klassizm, həm romantizm çağında möhtəşəm əsərlərə imza atdı. Amma şahlar və feodallar orta təbəqənin yaranmasından ehtiyat etdi deyə Şərqdə orta təbəqə və onun modern dəyərlər sistemi yarana bilmədi. Yəni Şərq tanrıdan yarı tanrı, yarı insana, yarı tanrı, yarı insandan insana keçə bilmədi. Bugün ölkəmizdə intellektual orientasiya klassizmə, romantizmə söykəndiyi üçün oxucularımız modern estetikaları rahat qavraya bilmirlər. Çünki orta təbəqəyə mənsub olan şərqlinin hədəfi nə yolla olur olsun feodal olmaqdır. Yəni onu mədh edəcək şəxsi bir dünya yaratmaqdır. Mərkəzində özünün dayandığı dünya. Modernizm sənət hadisəsi olmazdan əvvəl cəmiyyətin ehtiyacı olmalıdır.